izləyicilərimiz, sizlərə Mərdəkanda Teymur Quliyev sanatoriyası yaxınlığında və Bravonun arxa hissəsində elə gözəl bir ev təqdim eləməyə gəlmişəm ki, baxıb heyran qalacaqsınız. Hal-hazırda həyətindəyik, həyətini görürsünüz. Həyəti də çox qəşəng, ışıl-ışıldır, yaşıllığı da kifayət qədərdir. Şəlaləli hovuzu yerləşir burada. 9 metr uzunluğunda, 5 metr enində, dərinliyi isə 1,60-dır dəyərli izləyicilərimiz. İndi isə yavaş-yavaş keçək evin yan tərəfində yay və qış mətbəxi var. Çox möhtəşəm yay və qış mətbəximiz var dəyərli izləyicilərimiz. İçi də tam əşyalıdır. İçində həmçinin manqalı da var. Döşəməsi isti döşəmədir. Ümumi sahəsi isə 40 kvadratdır. Yavaş-yavaş gedək evin qarşı tərəfinə. Bu arada evi tam dövr eləmək mümkündür. Gəlin. Evin qarşı tərəfində teras mövcuddur. Bu arada teras da isti döşəmədir. Təbii ki, gələcəkdə istəsəniz buranı da bağlaya bilərsiniz. İndi isə gedim, yavaş-yavaş görək evin içi necədir. Hal-hazırda isə daxil oluram evin içinə. Çox möhtəşəm, çox qəşəng bir evin abu-havası mı var deyim, işıqları çox qəşəngdir həqiqətən. Daxil olan kimi bizi belə gözəl bir hol qarşılayır, burada şkafları yığılıb. İndi isə nənəyə sadiq olaraq daxil oluram birinci qonaq otağına. Tərifləməyimə məncə ehtiyac yoxdur, çox qəşəngdir həqiqətən dəyərli izləyicilərimiz. 220 kvadratdır, döşəmə, isti döşəmə və qranitdir. Burada mətbəxini görürsünüz xanımlar. Buradan mətbəxdən həmçinin terasa çıxış mövcuddur. İndi isə gedək yataq otaqları ilə tanış olaq. Burada birinci yataq otağı var. Siz bu yataq otaqlarının möhtəşəm dizaynına baxın. Hər biri bir-birindən gözəldir. Burada növbəti yataq otağı. Burada çox qəşəngdir. Burada evin ümumi sanitar qovşağı yerləşir. Və həmən yanında üçüncü və sonuncu yataq otağımız var. Öz sanitar qovşağı ilə bərabər. Həmçinin bu otağın özünün dolabı da var. İndi isə gəldik bu videomuzun sonuna dəyərli izləyicilər. Son olaraq qeyd edim ki, qaz, su, işıq daimidir, sənədləri qaydasındadır, kupçası da var. Qiyməti isə start olaraq 470 min manatdır. Təbii ki, real alıcılarımıza endirim olunacaq. Bizi izləməyi və kanalımıza abunə olmağı da unutmayın. Hələlik.